sizə təklif edirlər ki, burada siz 3000-4000 evro maaş alacaqsınız. Bəli, Elə bir şey yoxdur. Yəni Slovakiyada heç bir işə götürən şəxs sizə 3000-4000 evro maaş verməyəcək. Gözləməyin. Xeyr, gözləməyin belə bir maaş. Orta əmək haqqı deyə bilərəm sizə. Burada 1600 evro, o da bruttodur. O da sizin əlinizdə çatacaq 1300-1400 evro ola bilər maksimum. O da bir işdən olan, yəni gəlirdi. Əlavə işdəsiz təbii ki, artıq ala bilərsiniz. Amma bir işdən sizə 3000-4000 vəd verirlərsə, inanmayın, bu yalandır. Yəni sizi aldadırlar. Orta əmək haqqıdan biraz konkretləşdirib danışaq Ramin. Orta əmək haqqı 2025-ci il üçün Slovakiyada 1600 evrodur. İndi plus minus var orada sentlər, amma orta əmək haqqı 1600 evrodur. Bir insan üçün, bir şəxs üçün belə deyək də, bir ortalama belə deyək də, bir qiymət aylıq ərzaqı olan nə qədər vəsait bəs edir? Mən deyərdim ki, bir insan bu gün üçün deyək də, bu gün bu ay üçün. Hal-hazır ki, yəni 2025-ci il üçün 200-250 evro pulunu bəs edir. Yəni bu adam təbii ki, içki, siqaret, yəni siqaret ərzaq deyil, amma 200-250 evro pulunu bəs edir. Yəni çörəyi, südü, yağı, yəni nə lazımdır qidalanması üçün, yəni artıqlanması ilə hətta yəni kifayət edir.